O, zəmanəsinin qabaqcıl düşüncəli, cəsur və azad ruhlu insanı idi. Sovet imperiyasının ən qaranlıq illərində milyonçu oldu, həm də rəsmi şəkildə. Bu gün sizlərə həbsxanaya salınan, ruhi xəstəxanada müalicə alan, Təbriz və Şəms musiqi qruplarının yaradıcısı, Təbrizin mahnısının bəstəkarı, milyonçu Cənnət Əliyev haqqında danışacağam. Cənnət Salmanoğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub. 9 yaşında atasını itirib. Ordubadda, Araz çayının sahilində yerləşən internat məktəbində böyüyüb. İnternatda oxuyarkən o qədər acılıq hissi keçirib ki, ən böyük arzusu doyunca yemək olub. Yeməkxanadan çörək oğurladığına görə dəfələrlə döyülüb. Ali təhsil almaq üçün əvvəlcə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul olunur. Daha sonra Xalq Təsərrüfatı İnstitutunda təhsil alır. Həmin dövrdə nişanlı olan Cənnət bir müddət sonra nişanını qaytarıb Rusiyanın Sverdlovski şəhərinə gedir. Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olur. Rüşvətxorluqla daimən mübarizə apardığına görə ona dəli deyirlər. Sverdlovskidə bir müddət müstəntiq vəzifəsində işləyib. Amma rüşvətxorluğa qarşı çıxdığına görə təqiblərlə üzləşib. Sıxışdırıldığını görən Cənnət qərara gəlir ki, iqtisadiyyatla məşğul olsun. Sverdlovskidə açdığı Qvazdik adlı mağaza ilə maddi vəziyyətini xeyli yaxşılaşdırır. 1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski əyalətlərində polis orqanlarında işləmiş, bir müddət sonra isə orqandan xaric edilmişdir. 1987-ci ildə Sverdlovski əyalətinin Yuxarı Puşma şəhərində, Uzaq Uralda Təbriz kooperativini qurmuş və SSR-nin ilk rəsmi milyonçusu kimi məşhurlaşmışdır. 1989-cu ilin axırlarında Sverdlovskinin Simena qəzetində Sovet milyonçuları ilə müsahibə rubrikasında milyonçu kimi müsahibə vermişdi. 1994-cü ildə Kalmykiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə səfiri təyin edilmişdir. Bir çox ərəb ölkələrində səfərdə olmuş, Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşlər olmuşdur. O öz vəsaiti hesabına Rusiyada Həzrət Abbas məscidini tikdirib. 1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı Zülfüqarın rəsmi istehsalına başlayıb. Hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb. Milyonçu olmasına baxmayaraq mənəvi rahatlıq tapa bilmirdi. Cənnət Əliyev əvvəlcə xristiyanlığı qəbul edir. Daha sonra Krişnaya sitayiş etməyə başlayır. Başını qıxdırıb monaq olur. 13 ay gecə-gündüz bu fəlsəfəni öyrənir. 11 otaqdan ibarət 2 mərtəbəli imarətini insanlara ibadətgah kimi verir. Şamanizm, sufilik, yoga və digər cərəyanlar üzv olub. Cənnət Əliyevin dinini tez-tez dəyişməsi ölkədə bir mənalı qarşılanmır. Daha sonra İslam dinini qəbul edir. Üzərində ayələr yazılmış bayrağı Bakıdakı Telegüllədə dalğalandırır. 12 metrlik Zülfüqar qılıncını hazırladaraq Azərbaycan ordusuna bağışlayır. 80-ci illərin sonunda artıq milyonçu kimi məşhurlaşan Cənnət öz uşaqlıq arzusunu yerinə yetirməyə fürsət tapır. 1989-cu ildə Təbriz adlı ansambl quraraq öz adamlarına 4 nəfər gənc, lakin təhsilsiz müğənniləri tapıb onun yanına gətirmək tapşırığı verir. Ansamblın ilk mahnısı Cənnətin bəstələdiyi Təbriz mahnısı olur. Mahnı ilk dəfə Azərbaycan Dövlət Televiziyasının dalğa verilişində səslənir. Bu mahnı Azərbaycanda böyük rezonans doğurur. Cənnət Əliyev 1989-cu ildən öz təşəbbüsü ilə paranormal hadisələrin araşdırılması fəaliyyətinə başlayıb. 2001-ci ildə parapsixoloq diplom alıb. Uçan naməlum obyektlər görmüş insanlarla görüşüb və özü də 2005-ci ildə Sverdlovskidə UNO ilə rastlaşdığını elan edib. 2005-ci ildə Leninin ruhi ilə əlaqəyə girmək üçün Ulyanovskidəki evində olub. Bir müddət sonra Cənnət Əliyev var dövlətini itirib. O, bunu mafyoz qruplar tərəfindən qarət olunması ilə izah edib. Daha sonra isə onun fəaliyyətində yoxlamalar aparılıb və nəticədə Cənnət Əliyev həbs olunub. O, həbsi barədə danışarkən bildirib ki, yoxlamalar icazəsiz aparılıb və əsassız səbəblərlə tutulub. Daha sonra Cənnət Əliyev ruhi xəstəxanada müalicə alıb. Son günlərini ibadətlə keçirən, xalq təbabəti ilə insanları müalicə edən Cənnət Əliyev 30 oktyabr 2014-cü ildə yüksək təzyiq səbəbindən Bakıda dünyasını dəyişib.